ruzumu Allah verər. Qulp Maqazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Baboş Laleman canlı yayım zamanı yarışda cığallıq ediblər. Onların yarış zamanı qaydalara əməl etmədiyanlar izləyicilərin diqqətini çəkib. Yarış zamanı yaşanan bu məqam canlı yayımda maraqlı anlara səbəb olub. Həmin görüntüləri təqdim edirik. Sən özü məndən artıq görürsən. Kimsən ki sən? Kimsən də sən? Kimsən sən? Hədiyyələrdən də tıkdan da görsən ki, hamımızdan da artıqam. Ekran kaydı elədirsə, Devon Baba kim mani atsa, zəhmət olmasa onları ekran kayıtları zəhmət olmasa paylaşsın. Mən sizə bir söz deyim. Dost ki dostun paxıllığını çəkər, qazancın güdər, deyər özünü atırsan. Dost ki dosta gələn hədiyyəyə paxıllıq eləyər, dörtlüdə hamımız pul qazanmaq üçün. Vallahi o dostdan dost olmaz. Tövbə Allahım olmaz. Hər şey elə, söz elə, hər söz elə zarafat. Mən onu timə zarafatça dedim ki, ağzını əyəm, buna bax, nə bilim, nə belə elə. Mən onu zarafata dedim. 50 dənə söz deyir tim orada mənə, heç mən incimirəm. Встречу солнца свет, волшебный твой рассвет. Пусть balacasından tutmuş böyünə, ağbircəsinə, ağ saqqalına qədər mən bilirəm hər cür yaş növ insanları, izləyicilər. Şans da yox, uşaqlar, şansa ehtiyac yoxdur. Allah razı olsun. Bacardığınız qədər atdınız, haqqınızı halal eləyin. Tıkladınız, Allah min kərə sizə razı olsun. Mən şans istəmirəm, uduzdum. Normalda cəzam edirəm, mən cəzadan da qaçmıram. Şansa da ehtiyacım yoxdur. Kalbimde canımda Mənə gələn elədin. Çox sağ olun, Yekiş çox sağ olun. Öpürəm hamınızı. Sabah olsa oyun günümüz deyil, bazar günü istirahət günüdür. Teşekkür ederim herkese. Sadəcə oynamaq istəmirəm. Bu ciddi sözümdür, valla. Çünki mən əsəbləşməyə gəlməmişəm bu dörtlüyə. Mən əylənməyə, oynamağa gəlmişəm. 500 manatımı da qazanmağa gəlmişəm. Mənə belə oynamaq lazım deyil, qardaş. Eləmənsənsə dilvi dinməz eləyib oyunu aparardı. Saqo, birincisi mənlə normalni danış. Mən də deyirəm, sən əylənməyə gələn, gəlib bizə... Mənlə danışanda kodvam. Siz də zəhmət deyilsə Sənə axırıncı xəbərdarlığımdır. Mən yenə danışıram, təkrar eləyirəm. Mən səndən dörtlüdə oynaya bilərəm, sən mənim ağam deyilsən. Mənlə normalni danış. Mən sənə ağalıq eləmirəm. Mən gətirib pul qoymursan, ona görə də mənlə normalni. Mən də sənə ağalıq eləmək fikrim yox. Sənə deyirəm ki, mənim nə anamsan, nə atamsan, mənim üstümə bozarma. İndi sən də bozarma. Sənə mən də axırıncı dəfə deyirəm. Bir də səsini mənə qaldırsan, mənə əmr eləsən, sən cavab verərəm. Mən səni yerindən, 7 yerindən vuraram. Mən sənə söz sən mənə pis cavab versən, 7 yerindən deyil. O sənin də başın çıxır. Sən heç kimsən. Mən də sən. Mən sənə heç kimsənsə, gəlib nəyə yapışmısan onda? Kimdən yapışmışam? Nəyə yapışmısan heç kiməmsə? Onda mən çıxıram, uğurlar sizə. Sağ salamat. Sizə bu qədər. Yapışmışam. Mən qəbul eləmirəm. Başa düşürsünüz? İstəyir qadın olsun, istəyir təkana olsun. Mən qəbul eləmirəm. Dəfələrlə mənə gəlib deyirlər, müəyyən öz dostlarım da var ki, agresiyanı orada göstərməyin, 40 min insan sizə baxır. Hər dəfədə agresiya. Sö. Çağır opsun görək. Çağır opsun görək. Bu birisi Baboş da sənə paxıllıq eləyir, sən gəldiyivə görə. Oturub Ləmanla əl-ələ vurublar, iş görürlər. Mən uşağam. Kimə paxıllığına qayırsın, burada oyun oynayırıq. Bu nə deməkdir? Cəzalarını çağır ki, cəzasını eləsin. Qudurmusan, qudurğan. Özləri yapışıb mənə yalvarırsınız ki, gəlin dörtdə eləyək. Mənə siz demişsiniz, mən deməmişəm. Yox, uşaqlar, bu düzgün hərəkət deyil. Burada boyda əziyyət çəkib ekran tıklanmışsınız, dəstək olmuşsunuz. Bu nə deməkdir? Çağır o birisini çağır görün. Get qapısına. Canlı get qapısına Tima. Yox. Gəlsin qoşsun buraya, get qapısına nədir? Çağır ki, bu birisi də sənin paxıllığını çəkib sifət eləyir. Elə bir biz tutmamışıq. Elə izləyici tutmayıb. Biz yaxşı tuturuq kimdə nə var, nə yox. Kimin canında nə var, nə yox.
Bu birisi də tima gəlib deyə havalanır ki, timaya jeton gəlir, tima qalxır. Qalxsın da nə olacaq? Qalxsın da, sən də qalxmısan da, sən də qazansın. Qoy tima da qazansın. Qoy qazansın da, nə olacaq ki? Qoy hamı qazansın da, nə var ki burada? 50 dəfə demişəm ki, şatlığınızda şıllaq atmıyor. Dörtlü gedən kimi Belizar bir dənə hoqqa verdi, hamımızı yatızdırdı. Mən paxılı adam deyiləm, 40 min insan adında Belizar da deyə bilərəm. Amma siz çəkmirsiniz. At çəkmiyor. Niyə ki? Belizar sizin hamımızı yatıstırmışdı yayına. Gəldiniz mənə dediniz ki, gəl dörtlün quraq bir şey eləyək. Mən bəlkəm sizə demişəm. Allahınız olsun, andaman eləyin ki, bir mən də dedim ki, bir-birimizin paxıllığını çəkməyəcəksə, mehribançılıq olacaqsa gedək. Yarı yolda qoymayacaqsa başlayayım. Düz deyil. İndi paxıllıq eləyir biri timaya, biri oradan dilini dinməz eləmir, özünü göstərir, kütləyə işləyən xarakterlər olur. Allaha and olsun, bu dörtlüdə nə qədər mehribançılıq olsa, bir o qədər də dəstək çox olacaq. Siz belə eləməklə kimisə istəyirsiniz ki, gözdən salasınız, dəstəyə kəsilsin, yayını düşsün, elə deyil. Nə qədər mehriban olsa dəstək də çox olacaq, izləyici də çox olacaq. Bu qədər. Şatlığınızda şıllaq atırsınız. Dörtlü yox idi, hərəmiz bir kere yara ayrılmışdıq. Hərəmiz B5'də oturub qalmışdıq. Bəlkəm yalan deyirəm. Sən Ləman, 50 də adamla yola gedirsən, gedmirsən. Bura hansı adam gəlib yola gedməmişsən. Yola getmirsən də. Uşaqlar, dünən bax, biz uduzduq. Mən getdim cəzamı elədim, Sako da öz cəzasını elədi. Yəni bunlar düzgün hərəkət eləmədi, çox burada əziyyət çəkmişsiniz. Baboş da düzgün hərəkət eləmədi burada oyundan çıxmaqla ki, mənim PK yoldaşım çıxdı, mən də çıxmalıydım. Belə bir şey, belə bir dünya yoxdur. Oyun oyundur, cəzada cəzadır. Onlar cəzasını eləməyincə mən bu 4'lü PK-da yoxam. Yəni üzrü sayın. Sako, eşidirsən məni? Onlar cəzasını eləməyincə... Eləməyəcəklər. Şəxsən, mən başqa bir o şey quracam. Bunlar götürmür də qardaş, götürmür, gözləri götürmür. Paxıllıq eləyirlər də bir-birlərinə. Bax, biz neynədik? Dedik ki, Ləman, dilvi dinməz elə, cəza verilə ki, sən bizlə işin olmasa, bizim də sizlə işimiz yoxdur. Sən, Ləman gedən kimi eşidirsən, 1000 dənə orada oyun qurmusan, sənlə... Sağlar, gedin onlara deyin ki, cəza. Gəlirsiniz, cəzavızı eləyirsiniz. Ya gəlib eləməsə, üstündən 2 ay, 3 ay keçəcək, elə peşman olacaqsınız ki, kaş biz Sakonun sözünə qulaq asardıq. Ona görə də bugünkü gündə sən baboş, vaxtı ikən Belizarla da gedəndə kütlə sənə çönmüşdü, dəstəyin yox idi, bu reallıqdır, incimə ha. Mən sözün düzünü danışanam. Kommentlərdə ağzına gələn sənə deyirdilər, gözdən düşmüşdün, hamı Belizar tərəfdəydi. Gəldim məni qıdıqlaya, andaman eləyə ki, 4'lüyə girəm. Axırıncı dəfə sənin evə də gəlmədim, ziyarət də eləmədim. Bildim ki, sən orada başqa söhbətlər, oyunlar olacaq içində yoxdur. Bilirəm təmiz belə paxıllıq eləyirsən, timaya qarşı paxıllıq eləyirdin. Yalan danışmıysan, paxıllıq eləyirdin. Mən özüm qəsdən gəlmədim, təzdən yenə hərrəndim, fırrandım. Pula görə, kütləyə görə 4'lüyə gəldin. Düzdür, düz deyil. Və cəmaatı içində söz verdin ki, mən davam eləyəcəm. Millətin içində demişdim. Yenə də hər timaya hədiyyə gələndə, yayını çox olanda paxıllıq eləyirsən ki, tima qalxmasın. Niyə? Niyə də? Niyə elə eləyirsən? Yalandan üzdən deyirsən ki, mən paxıl deyiləm, amma əl atdan paxıllıq eləyirsən. Telefon söhbətlərimi danışmaq istəmirəm burada. Digərlərinə, hamısı bizim qulağımıza çatıb. Timaya da, mənə də. Hamısı çatır. Prosta sən xətirvə deymirik. Qəlbimi sındırmırıq. Yetim uşaqsan, anan yox, qardaşın yox, bacın yox. Var çoxlar səndən indi uzaqlaşıb özünüz bilərsiniz. Mən şəxsi ailəvi ürəyimiz ağrıyıbdır. Həm də yayına maraq qatdığın üçün mən demişəm ki, mən onunla işim yoxdur. Əyb yox, gəlsin, pulunu qazansın, 4'lünü oynasın. Bunu mən demişəm. Bəli. Görürsən, əvvəlki kimi səndən yaxınçılıq, nəsə başqa şey eləmirəm. Biraz paxıl olmuyor. Mehriban olun, hər şey biz olsun. Qız gəlirdir, mənə
Mənə görə atdılar. Dünən ağzıva gələn deyirsən. Bəsdir də. İndi adama jeton gələr, eləyər. O demək deyil ki, sən durub burada hər dəfə bizə necə... Mən söz qabandan yeyən deyiləm. Boş yesə də, ləman qiyma yesə də mən yemirəm. Mən cavab verirəm. Özümü toparla. Özümü toparla. Ya xarakterində bir-iki dənə hərəkətlər yığışdırırsan, dörtlüyə gəlirsən, ya da yer göy bir ola, mən sizə bir daha yaxın gəlmirəm. Mənə lazım deyil 40 min, sizə lazım idi ki, müəyyən şey, açıq danışacağım. Mən saat 12-də nəyə görə olub da hamı yaxşı bilir. Rəqabət olsun, o yandan da bu yandan da. Hər adam girib saat 12-də yayını açmır. Mən amma mənim sözümlə oturub durub, mən deməklə deyil, bu reallıqdır. Mənim sözümlə siz oturub durub, bugünkü gündə 40 min adam saat 12-də izləyir. Qaldı ki, uzaqlaşa bilərsiniz. Amma burada elə oyun quraram ki, məhz sizin paxıllıq çəkdiyiniz adamlar hər gün burada oqqa verər. Özüm çəkilərəm, qıraqda duraram, sizin paxıllıq çəkdiyiniz adamlara yazımla, cızma qaramla sirkələdərəm. Qaracı, ehtiyat cəza eləməsələrdə bir gün gözləyirik, birinci günə Deyir ki, gəlsin qoşulsun, bura cəzasını eləsin. elədilər, eləmədilər. Mən buradan demişəm, and ola Allaha, mənə yalvaralar da, mən yaxın durmayacağam. Çünki bu uji paxıllıqdır. Kimaya 2 gündür gəlir, o birisi partlayır, bu birisi də bu yandan başlayıbdır danışmağa, bu uji paxıllıqdır. Mənə gəlmirdi, mən yalan danışmayacağam. Mən necə paxıl ola bilərəm ki, Timaya o cür hədiyyələr gəlir, qışqırdım, götürür, elə bilirəm ki, mənə gəlir. Mən prosta uduzmağı sevmirəm, bezirəm. Başa düşürsünüz? 10 gündə, 15 gündür dalbadal cəzanı eləyirik. Elə pis çıxmasın. Əgər çıxıb gedəcəkdinsə, sən baboş. Səni heç pis sayırdım, mən şəxsən saymırdım. Yerivə başqa adam gətirirdim. Məftuna o gün gətirəndə tez aram vurdum bir-birinə ki, Məftun qazanmasın, Məftun populyar olmasın. Yox, mən dörtlüyə gəlirəm. Ərəm fırram, yenə mən tərəfə gəlsiniz siz. Mən siz tərəfə gəlmirəm. Siz mən tərəfə gəlirsiniz. Cəmaat da başa düşə bilmir ki, ay millət, siz bütün günü bu sakonu pisləyirsiniz. Nətər olur gəlirsiniz onun yanına? Dörtlüyə gəlirsiniz, deməz. Problem deyil. 1 ay, 2 ay, 3-cü ayda mən sizə göstərəcəm. Mən sizə göstərəcəm. Özümü göstərməyəcəm. Elə bir insanlara cızma qara ilə onlara riqrovka verəcəm ki, onlarla görün, gedə biləsiniz desəniz. Bu nə paxıllıqdır, bu nədir? Üzdə özlərini